Bu sözlər qulağa ağır gəlir. Çünki çarmıx rahatlıq deyil. Çarmıx insanın gizlətdiyi ağrıdır. Heç kimin görmədiyi mübarizədir. Bəzən danışa bilmədiyin, amma Allaha susaraq təqdim etdiyin yükdür. Çarmıxı daşımaq güclü görünmək deyil, zəifkən də Allaha güvənməkdir. Qaçmaq istədiyin anda qalmaqdır. İçin yanarkən belə ürəyini kinlə doldurmamaqdır. İsa çarmıxda tək qaldı, amma imandan dönmədi. Biz də bəzən tək qalırıq, anlaşılmırıq və yoruluruq. Amma Rəbb bilir, səssiz gözyaşlarımı da görür. Əgər bu gün ağırdısa, bil ki Allah sənin ağrını məqsədsiz buraxmır. Çarmıxın sonu qaranlıq deyil. Çarmıxın sonunda dirilmə var. Və unutma, Allah səni sınamaq üçün yox, şəfa tapmağın üçün bu yoldan keçirir. Sən tək deyilsən. İsa bu çarmıxı səninlə birlikdə daşıyır.